1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ağcabədi şəhər parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub. Tədbirdə rayonun müxtəlif məktəblərinin şagirdləri iştirak ediblər, uşaqlar parkda gəzdirilib, onlar üçün maraqlı, əyləncəli proqramlar təqdim olunub. Bayram tədbirində rayon icra hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər. Bu əziz gündə bütün uşaqlarımızı, xüsusilə də şəhid övladlarını, qazi balalarını, müharibə veteranlarının övladlarını ürəkdən təbrik edirik. Sizlər vətənimizin gələcəyi, xalqımızın ümidi və sabahımızın işığısınız. Şəhidlərimizin bizə əmanət qoyduğu övladlar, qəhrəman qazilərimizin balaları hər zaman dövlətimizin və xalqımızın diqqət və qayğısı ilə əhatə olunmalıdır. Arzu edirik ki, bütün uşaqların üzündən xoş təbəssüm əskik olmasın, vətənimizə layiqli övlad olsunlar. Bayramımız mübarək, əziz körpələr. Reportajı hazırladı Haqq Səsi TV1-in rəhbəri Elxan Müzəffəroğlu, səsləndirdi Əfsanə İbrahimova. Qaradolaq məktəbinin Hamlet Məmmədov adına məktəbin kollektividir. İndi bunun müəllimiyə yaxınlaşacağım. O özünü təqdim eləsin. Salam əleykum. Müəllimə, zəhmət olmasa bu Qaradolaq məktəbin ətraflı bir özünüzü təqdim eləyin. Ondan sonra məktəb haqqında danışın. Özüm Xəzəngül qədimli gəlmişik Qaradolaq məktəbindən. Həm də şairəsiniz, hə? Bəli. Lap yaxşı. Şəhid adı daşıyan məktəbdə, Hamlet Məmmədovun adını daşıyan məktəbdən gəlmişik. Bu gün uşaqlar günüdür. Fürsətdən istifadə edib bütün Azərbaycan balaların, uşaqların hamısını təbrik edirəm. Uşaqlıq elə bir illərdir ki, bu yaşlarda biz o illərə qayıtmaq istəyirik. Mənim bir şeirim var, yadımda qalmayıb girməklə bilərəm. Yenə dönüb uşaq olam, öz anam kiridə məni, tutub körpə əllərimdən, yenə də yeridə məni. Yenə şirin kökə yapa, yatmayanda ipə sapa, lap belə cəzalandıra məni. Nəsə belə bir şeirdir, yadımda da tam qalmayıb. Uşaqların bayramını təbrik edirəm. Sülh, əmin-amanlıq arzulayıram Azərbaycana. Həmişə sülh olsun, əmin-amanlıq olsun. Bunlar bizim gələcəyimizdir. Azərbaycanın gələcəyi bizim gənclərimizin çiynindədir. Xoşbəxt olsunlar, atalarını alıb büyüsünlər. Ali məktəbdən səsləri gəlsin. Bu qədər nə deyə bilərəm? Allah razı olsun. Bizim dövlətimizin başçısı cənab prezidentimiz İlham Əliyev də həmişə uşaqlara, valideynlərə, az təminatlı ailələrə diqqət və qayğısı var və bu diqqət və qayğını biz
Sizlə bərabər həmişə hiss eləyirik. Her zaman hissedirik. Uşaqlarımızın bu güzel xoşbəxt firavan yaşaması için biz Ali Baş Komandamıza İlham Əliyevə minnətdarıq ki, güzel şəraitdə gəlirlər. Allah'a çok şükür bu güzel günləri bizim uşaqlarımız Bu gün yaşayırlar. fürsətdən istifadə edib bütün şəhid balaların, qazi balaların, veteranları, əli təklikdə olub, hal-hazırda sərhəddə bizim keşiyimizdə duran komandirlərin, zabitlərin, əskərlərin, hamısının balalarını təbrik edirəm, bağrıma basıram. Allah balalarımızı qorusun. Amin. Arzu edirik ki, uşaqlar həmişə belə qayğısız. Mən tuturam ki, üzlərindən həmişə gülüş tökülsün. Amin. Təbrizim əksik olmasın. Allah Siz bu günləri bunların əlindən almasın. Axalı analı büyüsünlər, xoşbaxt, firavan yaşasınlar. Vətənimizdə də həmişə sülh olsun, əmin-amanlıq olsun. Uşaqlar da belə qayğısız yaşasınlar. sağ olun, var olun. Gözlərimiz göz yaşına həsrət qalsın. Əgər ağlayarıqsa sevinçdən ağlayaq. İnşallah Azərbaycan xalqına hamısına əmin-amanlıq, xoşbəxtlik, balalarımızın sağlam, gözəl böyüməsini arzulayıram. Çox sağ olun, var olun. Allah razı olsun. Bir daha bayramınız mübarək olsun. Bizim uşaqlarımızı çəkdiniz, uşaqlarımız çox sağ. Haqq Səsi TV1 adı elə belə deyil, Haqq Səsi. Yəni həmişə də haqqı deyərik, haqqı deyənin yanındayıq. Sağ olun, var olun. Sağ olun. Köməyiniz olsun. Sağ olun. Təşəkkür edirik, əziyyət çəkmisiniz, işıqlandırırsınız. Sağ olun. Salam əleykum. Müəllimə zəhmət olmasa özünüzü təqdim eləyin. Ağcabədi rayon Təzəkənd Vaqif Cəfərov adına tam orta təhsil məktəbinin direktoru Məmmədova Fatma. Bugün uşaqlarımızla bərabər 1 iyun Beynəlxalq Uşaqlar Günü münasibəti ilə bura yığışmışıq. Bütün uşaqların bayramını təbrik edirəm. Onlara gələcəkdə uğurlar arzulayıram. Onlara xoşbəxt, sağlam gələcək arzulayıram. Sağ olun, var olun. Biz də təbrikinizə qoşuluruq. Allah xoşbəxt eləsin hamısını.